Bura Həzrəti Əbəlfəzlin hərəmidir. Üz-üzə dayandığımız da İmam Hüseyn əleyhissalamın hərəmidir. Həzrəti Əbəlfəz insanlar arasında o qədər sevilir, o qədər məhəbbət var. Səbəbi budur ki, öz imamına itaət etdi. İmamının bütün buyurduqlarına əməl etdi. Allah onun məhəbbətini bizlərin qəlbində qərar verdi. Əzizlər, əgər biz də istəyiriksə, Allahın izzətini, Əhl-i Beyt əleyhissalamın razılığını əldə edək, Əhl-i Beyt əleyhissalama itaət etməliyik. Məxsusən, zəmanəmizin imamına itaət etməyimiz vacibdir. Hər nə onlar buyurubsa, canla, başla yerinə yetirib, onların yolun getməliyik. Onların tərəfindən bizə izzət veriləcək və bizi uzadacaqlar. Allah Teala sizlərə də bu gözəl ziyarəti nəsib eləsin. Allah bizi imamımıza itaət etməkdə müvəffəq eləsin.